Salam əziz uşaqlar. Bugün mən sizə Qasım bəy Zakirin durnalar qoşması haqqında danışacağam. Durnalar qoşmadır, bəndlər şəklindədir. Durnalar sözü rədifdir. Rədif biz bilirik ki, qafiyədən sonra təkrarlanır. Şeirdə bədii sual var. Siyasi məqam var. Toxunacağıq bu nə deməkdir? Durnalar qürbətdə yazılıb və Zakirin sonda adı çəkilir. Durnalara müraciət var. Daha sonra durnalar qoşmasında təhlilə baxsaq, ümumi nəzər salsaq, durnalar qoşmasında şair müraciət edir, başlayır, deyir ki, bir saat havada qanad saxlayın, qaqqılaşa-qaqqılaşa hara gedirsiniz? Hansı diyardan gəlirsiniz? Sonra ala gözünü sevdiyim, yəni nəsib olsa görərəm. Yoxsa dilbərin sözünü danışırsınız baş-başa verib. Müraciət eləyir yenə durnalara. Deyir ki, yəni bəlkə siz sevdiyimdən danışırsınız. Mən də deyir, qəribdəyəm. Mən də sizin kimi qəribəm və mən qəribdə olduğum müddətcə canan deyib ağlayıram. Daha sonra deyir ki, bizim məkanlarda yavaş yeriyin. Çünki buralar Laçın yatağıdır. Laçın yatağı siyasi məqama toxunulub burada. Az yaşlı şagirdlərimiz baxsa, siyasi məqam bir qədər onlar üçün qaranlıq ola bilər. Nə deməkdir? Yəni, həmin dönəmdə Azərbaycanda siyasi vəziyyət gərgin idi. Bildiyimiz kimi Qasım bəy Zakirin özünü də sıxışdırıblar müəyyən məqamlarda və o həmin siyasi məqamlara işarə eləyir. Və deyir ki, bizim diyarımızda diqqətli olmağa çalışın. Və sonra deyir ki, əgər canandan sizdə bir xəbər varsa, Allahı sevin, bağrınız daşa dönməsin. Mən Zakirəm və Zakirin də ciyəri o tutub yanır, alışır. Yəni, əgər canandan sizdə bir xəbər varsa, o xəbəri mənə deyin. Daha sonra, əgər lüğətə nəzər salsaq, burada haşa sözü var. Haşa əsla qətiyyən deməkdir. Laçın bərk şığıyan quş şahin mənasındadır. Sürbə sürü dəstə mənasındadır. Təğafül etmək, özünü bilməzliyə vurmaq mənasındadır. Əsərin qısa təhlilini verdim. Daha yadda qalması üçün, daha asan yadda qalması üçün bizə ən vacib məqamları qeyd etdim. İnşallah ki, köməyinizə çatar. Dinlədiyiniz üçün təşəkkür edirəm.